Söz doğru ki, Raməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar. Son günlər, dostlar, bu bir çox Fərid Pərvizi, Müşfiq Ötkün və Toğrul Səməd bir çox anti-humanizm və anti-feminizm təbliğatını aparır. Əslində, Türk törəsinə, Türk tarixinə zidd olan ana xaqanlığına qarşı, asenallığa qarşı təhqiramiz ifadələr səsləndirirlər və əslində bu ərəb feodal təfəkkürün anti-humanizmə, anti-qərbə və anti-feminizmə, anti-asenallığa qarşı mübarizə hesab etmək olar. Bizim də əslində mövqeyimiz odur və qeyd edim ki, bizim hörmətli feminist yazıçılardan biri olan Aysel Əlizadənin Seksin Poeziyası kitabı və Qadın Peyğəmbər kitabı və Qızlar Ağlamaz kitabı məşhur kişi feministi, teleaparıcı Cavid Osmanovun Media Mən kitabını da oxumanızı tövsiyə edərdim. Çünki bu kitablarda cinsi orientasiyanın, ümumiyyətlə feminizmin Türk tarixində, Türk dünyasında rolu haqqında çoxsaylı araşdırmalar əks etdirir. Çox təəssüf ki, cəmiyyətdə bir cəhalət hökm sürür. Halbuki biz üçrəngli bayrağımız və konstitusiyamız heç bir halda qadınlara qarşı nifrət və qadınlara qarşı şiddətin dəstəklənmədiyini göstərir. Ümumiyyətlə, konstitusiyamızda və qadın hüquqları məsələsində dünyada qəbul olunan İstanbul Konvensiyasında da qadınların sosial və bioloji həyatında hüquqlarının məhdudlaşdırılması yol verilməzdir. Bir halda ki, ölkənin vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın və ölkəmizin, parlamentimizin qanunvericilik orqanının sədri və ölkənin Heydər Əliyev Fondunun, daha doğrusu parlamentin sədri Sahibə Qafarovanın və Milli Ambusman rəhbəri Səbinə Əliyevanın və Qadın Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərlik etməsi və Heydər Əliyev Fondunun tamamilə qadınlardan təşkil olunması, istər Əliyevlər ailəsinin, Paşayevlər ailəsinin təmsil eləməsi göstərir ki, qadın hüquqları Azərbaycanda yüksək səviyyədə qorunur. Lakin bəzi qüvvələr orta əsr feodal düşüncələrlə dünyada formalaşmış qadın hüquqları ilə bağlı mən, dostlar, əslində Aysel xanımın yazdığı Qadın Peyğəmbər kitabı ilə bağlı bəzi məsələlərə sizə aydınlıq gətirim. Burada çox maraqlı tarixi ekskursiyalar edilir və ümumiyyətlə onun deməli Qızlar Ağlamaz kitabında feminizmin qısa tarixini, feminizmin nə qədər təsiri olduğunu, yəni qadınlara edilən o qorxaqlıq sindromunu sarsıtmaq üçün, tabunu yıxmaq üçün belə bir başlıq seçilib. Əslində biz bu 8 Marş aksiyasında iştirak edərkən ölkəmizdə feminizmin müdafiəçisi olmuşduq və orada bizim ölkəmizin vitse-prezidenti, ölkəmizin ilk dəfə Ağqoyunlular İmperiyası dövründə Türk dünyasının ilk diplomatı Sara Xatunun və ölkəmizdə ilk hüquqşünaslardan biri olan Sübeyyə Ağoğlunun və təbii ki, ölkəmizdə ilk dəfə silahlı qüvvələrdə təmsil eləmiş Tomris Xatunun və Salatın Əsgərovanı nümunə kimi göstərmək olar. Əlbəttə, Ərəşdə Baxışovanın da 2-ci Qarabağ müharibəsində nümunə kimi göstərmək olar. Və bu kitabda maraqlı burasındadır ki, qadınların haqqında maraqlı bir tabuların, məsələn, burada belə bir bölüm mən rast gəldim, qadınları zorla ağladırlar və burada qadınları əzən qadınlar anlayışı, yəni bu ailələrdə qaynana münasibətləri, nənə münasibətləri, baldız münasibətləri qeyd olunur və yaxud da qısqanclıq anlayışı qadın xarakterinə tabu olaraq daxil edilir. Rəfiqələr ev yıxırlar.
Belə bir başlıq var. Xəyanət, alfonslar, məşhurlar, zorakı kişilər, qadın döyənlər, maskulinizm təhlükəsini aşılanır və bilirsiniz, türk törəsində belə qadın-kişi bərabərliyi dominant kimi çıxış eləyir. Hətta Kitab-ı Dədə Qorqud dastanında da biz qadınların döyüş ruhunu, döyüşkənliyini və analıq ruhunu paralel şəkildə məişədə qapılan bir qadın obrazının olmadığını görürük və 1918-ci ildə Türk dünyasında və Avropada ilk dəfə qadınlara səs vermə hüququnu Azərbaycan Cumhuriyyəti və Türkiyə Cumhuriyyəti bunu gerçəkləşdirib. Və Azərbaycan Xalq Cumhuriyyəti və Türkiyə Cumhuriyyətinin parlamentində çoxlu sayda qadınlar parlamenti təmsil ediblər. Burada psixoloji zorakılıq, boşanmalar, birgəliklə də ayrılıq, nüansları, qazanla eyniləşmə, feminizm olmaq çətindir və digər məsələlər qeyd olunub. Mən kitabda deməli tarixi mərhələləri də biz burada rast gələ bilərik. Mən istəyərdim ki, burada əsas bizi diqqətimizi çəkən qadınların rolu və Türk dünyasının rolu haqqında maraqlı bir məqaləni sizə oxuyacağam. Qadın dirənişi haqqında Stuart Millin Qadın Asılılığı traktadında qəribə bir şərh verilir. Biz heç vaxt başqa ictimai formasiya görməmişik. Müqayisə aparmadan indiki quruluşu doğru saya bilmərik. Gözümüzü açandan qadından asılıyıq. Və burada maraqlı bu kitabı oxuyan insanlar heç olmasa efirlərdə qadınlara qarşı nifrəti, qadın zorakılığı, qadınların kölə varlıq kimi qeyd olunması əlbəttə bir cəhalət rəmzidir. Çünki Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun, Hacı Nəbdün Tağıyevin, Üzeyir Hacıbəyovun arzulamadığı bir təfəkkürdür. Biz respublikayıqsa, biz cumhuriyyət isə, biz konstitusiyamızı qəbul etmişiksə, qadınlara qarşı bu cür vəhşiliklə, bu cür zorakılıqla və qadınlara qarşı bu cür hörmətsizliklə yanaşmağımız dövlət siyasətinə uyğun deyil. Heç bir milli mənəvi dəyərlərində qadınlara qarşı döymək, qadınlara qarşı təcavüz etmək yoxdur. Bunu insanlar uydururlar və xüsusilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 6.2 bəndində deyilir ki, öz hüquqlarından istifadə edərkən, öhdəlikləri yerinə yetirərkən ailə üzvlərinin birinin digərinin hüquqlarını poza bilməz. Digər maddədə deyilir ki, ata və ana uşaq böyütmək, tərbiyə etməklə bərabərlik prinsipi qorunmalıdır. Üçüncü maddədə qadın kişi peşə, sənət, iş, məşğuliyyət, yaşayış yeri seçməkdə azaddır. Digər tərəfdən dövlət qanunları tənzimləyən, vətəndaşlar üçün sağlam mühit yaradan, ölkəni və insanların hüquqlarını qoruyan siyasi orqanizasiyadır. Dünyada feminizmin iki məşhur şəxsiyyətlərdən biri bilirsiniz, Simone Bolivar'dır. Fransa Burjuva inqilabında Janna d'Arc'ın mübarizəsini nümunə kimi göstərirlər və yaxud da Tomris'i nümunə kimi göstərirlər, Sara Xatunu nümunə kimi göstərirlər və ikinci örnək təbii ki, feminizmin marksizm qanadını, yəni radikal feminizmin önəmli nümayəndələrdən biri Clara Zetkin'dir. Onu daha çox tərənnüm eləyirlər və daha çox onu təbliğ eləyirlər və 8 Martın Beynəlxalq Qadınlar Bayramının qeyd olunması kimi qeyd edirlər. Digər tərəfdən burada aliment anlayışının qadınların kişilər üzərində hegemonluğunu daha çox qabardır. Və burada kişi-qadın bərabərliyinin belə bir nüansında iqtisadi azadlığın, sivil dövlətlərin qadınlarla kişilərin paralel işləməsi prioritet və feministləri məhz səbəbdən əmək haqqı tələb etməsini özündə ehtiva edir. Digər tərəfdən mən burada məşhur deməli nəzəriyyələr var və bu nəzəriyyələri də təbii ki, bizdə məşhur siyasətçi Sərdar Cəloğlu da çox maraqlı bir izahatlar vermişdi. Birisi Toplum TV-də məşhur psixoloq, feminist Nərmin Şahmazadə ilə debatda bunu xüsusi qeyd eləmişdi. Mən şəxsən özüm Kitab Al mağazalar şəbəkəsində
bir çox feministlərlə tanış olmuşam və feminizmin nə qədər dəyərli və nə qədər önəmli olduğunu onlarla müəyyən müzakirələrdə iştirak eləmişəm və ona görə də Milli Fədali Hərəkatında feminizmin daha vacib və asenalığın daha vacib olduğunu, Türk dünyasının tarixində əvəzsiz rol oynadığını unutmamamız lazımdır. Və son günlər bilirsiniz ki, məşhur həkim Azərbaycan Demokratiya Rifah Partiyasının üzvü və Milli Müqavimət Hərəkatının Azərbaycan Xalq Parlamentinin üzvü Ziyafət Abbasovanın polislər tərəfindən, hüquq-mühafizə orqanları tərəfindən saxlanılması və Amerikanın Azərbaycandakı səfirliyində aksiya zamanı saxlanılması və onun ruhi dispanserə yerləşdirilməsi halı da baş verib. Əlbəttə ki, burada da müəyyən dərəcədə qadınların hüquqlarının pozulması halı rast gəlmək olar. Əlbəttə ki, burada fikir verdinizsə, polis əməkdaşlarının hamısı kişilər idi. Amma yenə də əlbəttə ki, yaxşı olardı ki, qadınların polis orqanlarında da rolu daha da artsın. Ən azından Amerikada olduğu kimi, Türkiyədə olduğu kimi, İsraildə olduğu kimi son illər bilirsiniz, orada qadınların normal şəraitdə hətta komandirlər, serjant olacaq səviyyədə qadınlar döyüş ruhunda yetişdirilir. Yəni artıq kişilərlə bərabər. Yəni orada bir ayrı seçkilik olmur. Və burada maraqlı bir 1963-cü ildə Amerikan feminizminin öndərlərinə olan yazıcı Betty Friedanın Qadın Mistikası kitabı da qadınların rolu haqqında çox maraqlı bir izahat verilir. Virginia Woolf'un özünə aid Otaq əsəri də milyonlarla qadının həyatının dəyişməsində rolu olan kitablardan biridir. O digər tərəfdən Peru yazıcısı Vargas Llosa da qadın mövzusuna daha çox toxunub. Zadie Smith'in də bu mövzuda fikirləri var. Digər tərəfdən Mary Estelle də 17-ci əsrdə yaşamış və qızlar məktəbini açmış qadın hüquqlarının müdafiəçisi kimi çıxış eləyir. Burada antik dövrdə Hipatiyanın, ilk qadın riyaziyyatçısının və bilirsiniz ki, Azərbaycan tarixində Sara Aşubəyli ilk qadın pianoçumuz və digər tərəfdən Şövkət Məmmədovanın, Şəfiqə Axundovanın həm qadın bəstəkarın, həm qadın müğənnisinin, qadın opera solistini nümunə kimi göstərənlər var. Margaret Porete Fransada məşhur alim qadınlardan biridir. Bilirsiniz ki, Türkiyədə Sabiyə Gökçən adlı qadın pilotlardan biri nümunə kimi göstərənlər var. Tulia Aragona sevgi haqqında dialoq yazan cadugərlikdə və pozğunluqda ittiham olunub. Olimpiya Del Quş gilyotinlə edam olunub. Tahirə Zərintaç Babillər hərəkatının liderlərindən biri olub. Rosa Luxemburg da qadın filosoflardan, marksist feministlərdən biri olub. Maria Lenormand da qadınların ən güclü görücülərdən biri olub. Marat və Robespierre də qadın feminizmin çox böyük nümayəndələrdən biridir. 1808-ci ildə Fransadan qovulmuş, Fransa ordusunun Rusiyadakı uğursuzluğuna dözməyərək özünə qəsdən seçilən bir qadın feministlərdən biridir. Digər tərəfdən Ellen Stockendal və Nina Brockman da Viva la Vagina kitabını da oxumaq məsləhətlidir. Ümumiyyətlə Azərbaycanda bilirsiniz ki, Aysel Əlizadə ilk dəfə qadın feminizminin saytının, rəsmi saytının qadın kimi portalının yaradıcılardan biri olub və Azərbaycanda böyük bir irslərdən biridir. Bilirsiniz ki, Sevil Film Festivalı da çox təəssüf ki, müəyyən səbəblərdən bu festivalda müəyyən etik normalara riayət olunmadı. Mən həmin tədbirdə iştirakdan məhrum edildim. Və digər tərəfdən burada maraqlı bir Türkiyəli doktor Banu Çiftçinin maraqlı fikirləri var. Deyir ki, qadın ya qız ya ana evdə qalmış adlanır. Heç bir zaman qadın deyilmir. Qadınlıq görməzdən gəlinir. Qorxu yaradılır. Aybaşının kirli dönəm adlandırılması bu səbəbdəndir. Və Türk tarixində qızların aybaşı dönəminin başlanması ailədə bayram kimi qeyd edilir.
Digər tərəfdən dostlar, burada Ray Charles'ın özünün də feminizmdə dəstəyini bilirik. Bundan əlavə Tarkanın da mahnılarında qadın azadlığına önəm verilir. Amerikan filosofu Judy Butler'in də feminizmə perfidlik nəzəriyyəsini ərsəyə gətirən biri olub və John Austin'in də performativ akt edilən legallaşdıran dil aktlarını da nümunə kimi göstərmək olar. Aqressiv feminizm də anlayışı çox populyardır. Xüsusilə böyük Rus yazıcısı Mikhail Bulgakovun 17 yaşında Tatyana ilə tanışlığı da qeyd olunur. Ümumiyyətlə bilirsiniz ki, məşhur pasivist yazıçılardan biri olan Dostoyevski və Tolstoyun yaradıcılığında qadın obrazları, qadın xarakterləri də öz əksini tapsa da, orada qadınların daha çox pozğun və qadınların eşqə düşkün bir varlıq kimi qeyd olunub. Azərbaycan ədəbiyyatında fədakar qadın obrazları var. Bilirsiniz ki, Cəfər Cabbarlının yaradıcılığında Sevil obrazı, Almaz obrazı öz əksini tapıb. O cümlədən Anarın Rızayevin Təxminə Zaur təbii ki, obrazları nümunə kimi göstərmək olar. Və yaxud da bilirsiniz ki, bizim şifahi xalq ədəbiyyatımızda, qəhrəmanlıq, məhəbbət dastanlarımızda Əsli Kərəm, Leyli Məzlun, Xosrov və Şirin, Qaçaq Nəbi və Nigar, Qaçaq Nəbi və Həcər, Koroğlu və Nigar qəhrəmanlıqları, yəni kişi-qadın bərabərliyinin roluna xüsusi vurğu eləyir. Digər tərəfdən Fransa inqilabında xüsusilə sağçılıq və solçuluq terminləri qadınların da rolunu qeyd etmək olar. Və məşhur teleaparıcı Cavid Osmanovun Media Mən kitabı niyə dəyərlidir? Burada mən daha çox qadın cinsi terminlərin, cinsi orientasiyalı terminlərin də çox faydalı olduğunu düşünürəm. Çünki cəmiyyətimizdə orta əsr feodal düşüncə hakimdir ki, güya LGBT üzvləri əxlaqsızdırlar, onlar cəmiyyətdə müəyyən cinsi xəstəliklərin, AIDS kimi xəstəliklərin yaranmasına rolu olur və bu da əslində utopiyadır və bu da bir ağ yalandır. Çünki Azərbaycanda məşhur televiziyaların, ekstrasenslərin bir çoxları məhz LGBT nümayəndələridir, amma onları görməzdən gəlirlər və onları ümumiyyətlə LGBT nümayəndəsi hesab etmirlər. Halbuki Azərbaycanda LGBT-lərə qarşı çox çirkin bir kampaniya, qara PR kampaniyaları aparılır və biz də əslində konstitusiyamızda, istiqlal bəyannaməmizdə və o cümlədən bizim 28 may konstitusiya aktımızda da cinsindən, irqindən, milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin yaşamaq və seçki hüquqları tanınır. Bilirsiniz ki, dünyada məşhur Eurovision mahnı yarışmasında Avstriyalı bir musiqiçi məhz cinsi azlığın nümayəndəsi idi, trans idi və o Avroviziyanın qalibi olmuşdu. Və burada mən istəyərdim ki, terminlərin izahını sizə açıqlayayım. Bu kitabda bu mövzuda çox maraqlı deməli ümumiyyətlə bu kitabı mən uzun müddət hardasa 2017-ci ildə bu kitabı mən təqdimatında iştirak eləmişdim. Bilirsiniz, kitab təqdimatı zamanı məşhur teleaparıcı məhz hamam xələti ilə gəlmişdi və çox maraqlıdır ki, orada iştirak edənlərin böyük bir səsi yaşlı və orta nəsil olan qadınlarımız idi, feministlər idi. Və mən burada bəzi maarifləndirici deməli izahlarını sizə açıqlayım. Deməli bu LGBT
nə deməkdir? Ümumiyyətlə bu cinsi orientasiyalı terminlərin mənası nədir? Bunları mən sizə açıqlamaq istəyirəm. Deməli, dostlar, məhz bu kitabdan sonra mən ümumiyyətlə homoseksuallığın, heteroseksuallığın, bakirəliyin nə olduğunu bu kitab vasitəsilə maarifləndim. Doğrudan da bu kitabı oxuyandan sonra, ümumiyyətlə kitab mütaliə eləmək çox önəmli bir şeydir. Deməli, MILF sözü var. Bilirsiniz ki, seksual və pornoqrafik videolarda bunun mənası aprivatdır. Yəni, İngilis dilində Mother, I would like to fuck anlamına gəlir. MILF sözü gənclərin öz aralarında istifadə etdikləri sözdən rəsmi olaraq porno kateqoriyaya aid olan 30-50 yaşlı kateqoriya olan yaraşıqlı, seksual və cəlbedici xanımlar üçün istifadə olunan video kateqoriyasıdır və bunlara el dilində xalaşka deyilir. Mən uzun müddət bu kitabı təbii ki, nəzərdən keçirməmişdim, çünki bu kitaba mən tələbat görmədim. Sadəcə o məşhur Toğrul Səmədin və deməli Fəradın və Müşfiq Ötkünün çox səsküylü və qalmaqallı fikirlərindən sonra bu kitaba mən qayıtmaq məcburiyyətində qaldım və gələcəkdə canlı yayımlarımızda bu mövzuda deməli, dostlar, burada kitabda mən o mövzuda sizə açıqlama verəcəm. Bəzi burada qeydlərim də var. Ümumiyyətlə, oxuyanda diqqətlə oxumaq lazımdır. Şimdi mən həmin deməli, burada müəyyən deməli, diyaloqlarda homoseksuallığın anlayışını burada izahat verilir. Məsələn, burada qeyd edilir ki, İran İslam Respublikasında kliniki psixologiya üzrə təhsil alanlar və psixoseksual terapiyanın Tehranda olduğunu qeyd olunur. Ümumiyyətlə, burada çox bilmədiyimiz maraqlı məqamlara rast gəlmək olar. Deməli, Azərbaycanda latent homoseksualların bir aşkar nümunələri var. Homofob olmaq əslində qədim Yunancada həmcinsdən qorxmaq anlayışıdır. Homoseksuallıq hər hansı bir formada etiraz etmək və əleyhinə olmaqdır. Deməli, bu fahişəlik anlayışının da, bakirəyə anlayışının da, zoofilliyin də burada izahını verir. Məsələn, zoofilliya parafiliyalara, yəni anormal cinsi davranışlara daxil xəstəlikdir. Zoofillik hər hansı bir heyvanla cinsi əlaqəyə girən insana deyirlər. Zoofillik ağır haldadırsa, həmin heyvana sevgi də olur. Adi formada sadəcə cinsi əlaqə həddində olur və hər ikisi anormallıq sayılır. Burada maraqlı bir deməli, seksual inqilab adətən cinsi məsələlərin həddindən artıq qarşısı alınan ölkələrdə gözlənilir. Azərbaycanda mentalitet dinlə qarışdırılır, yəni milli mənəvi dəyərlər. Milli mənəvi dəyərlər dini dəyərlər deyil. Amma insanlar bunu dini dəyərlərlə, dini adət ənənələrinlə qarışdırırlar. Deməli, vaginizm 90% psixoloji təlaşla bağlı olan məsələdir. 10% orqanik səbəblərlə olur. Orqanik vaginizm səbəblərinə daha çox qızlıq pərdəsinin qalın və yüksək kənarlı olması və qızlıq pərdəsinin digər anormallıqlara daxildir. Yer gəlmişəm, bilirsiniz ki, cinsi tərbiyə dərsləri universitetlərdə, məktəblərdə keçirilir və bunun çox faydalı və mənfi tərəfləri var. Ona görə ki, bilirsiniz ki, cinsi tərbiyə əslində əxlaqsızlığın qarşısını almağa yönəlik, maarifləndirən bir təlimdir. Çünki bir çox demokratik ölkələrdə cinsi tərbiyə dərslərinin keçirilməməsi məhz cinsi əxlaqsızlığın təşviqini və təlaşını yaradır və daha çoxuna meyillilik yaradır. Necə ki, bəzən antireklam
reklama gətirib çıxarır. Məsələn, bizdə metro stansiyalarda və digər yerlərdə, ictimai yerlərdə siqaret çəkmək olmaz, siqaret sağlamlığa ziyandır təbliğatına aparılsa da, faktiki olaraq siqaret çəkənlərin sayı çoxdur. Və yaxud da bilirsiniz ki, Daxili İşlər Nazirliyi sağ olsun bəzi hallarda narkotikaya qarşı mübarizə adı altında bir kampaniya aparır, amma insanlarda, vətəndaşlarda narkotikaya meyllənmə sayı artır. Yəni bu bəzən düzgün təbliğatdan, obyektiv təbliğatdan çox şey asılı olur. Deməli, burada nə deyilir? Bütün bu səbəblərə görə düzgün müalicəyə başlamamışdan əvvəl ginekoloji müayinədən böyük əhəmiyyət var. Vaginizm çox geniş yayılmış şuuraltı problemdir. Vaginizmə səbəb keçmişdə baş vermiş mənfi cinsi təcrübələrin, şuuraltı qorxuların nəticəsidir. Vaginizm problemini həll etmək, şuur altında yatan səbəblərin tapmaq şərt deyil. Əsas məsələ əzələ yaddaşının yenidən təşkil olunmasını bacarmaqdır. Qızlıq pərdəsinin qorunması uşaqlıqdan qalan mesajlar və qorxulardır. Həddindən artıq daxili intizam qoruma xarakterli ailə nizamı olur. Cinsi travmalar, sataşma, təcavüz, insest, fiziki şiddət, cinsi istismar, pornoqrafik filmə baxaraq girənmək, ata-ananın cinsi əlaqəsinin şahidi olmaq kimi hallar daxildir. Hamilə qalma qorxusu yaşayanlar, abort və doğum olanlar üçün demək olar dəhşətli bir şeydir. Həddindən artıq sərt bir cəmiyyət içində yaşamaq sərt əxlaq qaydalarını və qadağanlarını yaradır. Cinsi əlaqənin günahı ayıb bir şey kimi anlayışlara bərabər tutulması ənənələrə əsaslanan ailə quruluşudur. Valideynlərdən birinin tələbkarlığı avtoritetlik sayılır. İlk gecə ilə bağlı yanlış şişirdilmiş yarımçıq məlumatlar, mənfi rəylər çox olacağı düşüncələr yaradır. Cinsi əlaqə zamanı sıxılma və rüsvay olma qorxusu yaradır. Vagina normadan artıq dar və kiçik olması, penisin girməsinin qeyri-mümkün olmasının düşüncəsidir. Vagina əslində qadınların cinsiyyət orqanı sayılır və kişilərdə isə bu təbii ki, penislər adlandırılır. Və görürsünüz, bəzi hallarda insanlar hətta cinsi orqanların terminlərini, yəni anatomik bilgilərini belə bilmirlər. Baxmayaraq ki, orta təhsil müəssisələrində fənn olaraq 10-cu, 11-ci siniflərdə tədris olunur bəzi hallarda. Və burada maraqlı deməli metamorfoza nə deməkdir? Metamorfoza Yunanca şəklini dəyişmə mənasını ifadə edir. Məsələn, Kubrikin məşhur bir şeytanın, üzr istəyirəm, gözləri tamamilə qapalı filmi cinsi, yəni pornoqrafiyanın masonluq üzərində bir rituallaşması anlayışıdır və bu film dünyada böyük bir populyarlıq qazandırmışdı və bu filmə baxan insanlar bəzi hallarda psixoloji problemlərlə üz-üzə qalırlar və bu film də məncə də insanlarda masonluğa qarşı səhv bir təsəvvür formalaşdırır. Və bilirsiniz ki, həmin filmdən sonra filmin rejissoru müəmmalı şəkildə qətlə yetirilmişdir. Dostlar, bax, burada bir maraqlı bir cinsi terminlə bağlı onanizm, masturbasiya nə deməkdir? Masturbasiya əllə tərpətmək mənasını bildirir və cinsiyyət orqanlarının orqazm prosesi ilə baş verənə qədər stimulyasiyası deməkdir. Şəxs öz-özünə və başqa şəxs tərəfindən əllə və masturbasiya alətləri vasitəsilə masturbasiya ilə məşğul olurlar. Familiator dildo öz forması və uzunluğu və rəngi ilə ereksiya olunmuş kişi cinsiyyət orqanını xatırladan seksual oyuncaq adlandırılır.
Deməli, nimfomaniya sözü Yunan dilində nimfo, gəlin, mania, çılğınlıq və dəlisovluq mənasını verir. Qadınlarda idarə olunmayan dərəcədə seksual aktivlik və daimi seksual doymamaq hissini qadınların tez-tez seksual partnyorları dəyişməyə vadar edən anlayışdır. Bu məşhur İşsiz Adam filmi var. Bilirsiniz, Türkiyədə ən çox izlənən filmlərdə. Bu filmdə məhz fahişəliyin nə qədər zərərli olduğunu və real həyata adaptasiya olmağın, real həyatda ailə həyatı qurmağın nə qədər zərərli olduğunu öyrədən bir filmdir və bu filmə də mən tövsiyə edərdim ki, baxasınız. Deməli, ümumiyyətlə, bəzi hallarda insanlar heteroseksual, homoseksuallığı səhv salırlar. Heteroseksual kişi ilə qadının intim həyatı və yaxud da ailə həyatı deməkdir. Cinsi həyat deməkdir. Homoseksuallıq isə eyni cinslərin bir-birlərinə ailə həyatı qurmasıdır. LGBT bilirsiniz ki, lezbiyan, gender, biseksual və trans sözündən əmələ gəlir və bu cinsi azlıqların və başqa cinsi qrupların bir ittifaqı və bir dərnəyi adlandırılır. Ümumiyyətlə, burada feminizm anlayışı yoxdur. Bu sadəcə bir kişi-qadın bərabərliyi üzərində cinsi deməli, ayrı-seçkiliyin olmadığını göstərən, müdafiə edən bir dərnək saymaq olar. Prezervativ və kondom isə hamiləlik, siflis və qits kimi cinsi yolla yoluxan xəstəliklərin qarşısını almaq məqsədi ilə cinsi əlaqə zamanı istifadə olunan bir vasitə sayılır. Kişinin sərtləşmiş penisinə taxılır və boşalmış spermin bir şəkildə partnyorun bədəninə girməsinin qarşısını alır. Bəli, bu kitab doğrudan da maraqlı bir maarifləndirici, ümumiyyətlə feminizmi araşdıran insanlar üçün çox maraqlı bir kitabdır və bu kitabı doğrudan da oxuduqca insanlar cinsi həyat haqqında, cinsi əlaqə haqqında maraqlı, maarifləndirici nüanslara rast gəlmək mümkündür. Yeri gəlmişən, dostlar, Aysel Əlizadənin poeziya janrında və poetik janrında ilk dəfə cinsi əlaqənin, daha doğrusu feminizmin təbliğatına xidmət edən Seksin poeziyası kitabı da maraqlı bir kitabdır və burada deməli maraqlı bir şeiri mən sizə oxumaq istəyirəm. Sözləri fahişə kimi işlədirsən yad qadınlara. Sözləri fahişə kimi işlədirsən yad qadınlara, göylərdən asıldığım ip dişlərin gəmirib qırdı. Özgələrə ağaranda xəbərim olmadı. Düşdüm içimə, öz dibimə indim. Canım çıxdı o gün, düzünə qalsa öldüm. Öz bətnində bastırılmaq nədir bilirsənmi? Son nəfəslə dirilmək sonra özünü doğmaq, özün canından çıxmaq. Mən özümü nə zülümlə doğdum bilirsənmi? Vaxt bitdi, gözləməkdən keçdi. Sən yox, hər gün və hər gün qollarımın arasına zaman girdi. Al bir qucaq vaxt verirəm, sənin olsun, mən gedirəm. Dostlar, bilirsiniz, bu şeir biraz uzundur. Çox məsləhət görürəm bu kitabı əldə eləyəsiniz. Bir sözlə, dostlar, mən ümumi şəkildə cəmiyyətə maarifləndirmək üçün feminizmin qısa da olsa maraqlı nüanslara, maraqlı məqamlara toxundum. Azərbaycanda ilk dəfə mən feminizmin keçirildiyi 2018 və 2019-cu ildən sonra ilk dəfə mən 2019-cu ildə feminizm səbəbindən
15 günlük inzibati həbsə məhkum edildim. Və ondan sonra başa düşdüm ki, feminizm nə qədər mənim üçün təhlükəli və nə qədər mənim üçün hədəfə tuş gələcək ideologiyadır. Amma sonradan mütaliə etdikcə artıq feminizmin nə qədər dəyərli və vacib olduğunu, tariximiz üçün, bugünümüz üçün nə qədər dəyərli olduğunu bir daha özümdə kəşf etmiş oldum. Ona görə də feminizm haqqında yanlış bir təsəvvür yaratmaq, nifrət yaratmaq bir cəhalətin və mühümatın rəmzidir. Və bilirsiniz ki, Azərbaycanda Kitabıstan nəşriyyatı maraqlı bir deməli, milli mənəvi dəyərlər kontekstində maraqlı bir təbliğata, səhifəyə və trendə çevirən bir səhifə yaradıblar. Təbii ki, bu Femina Utopiya səhifəsindən fərqli olaraq daha maarifləndirən və daha çox televiziyalarda yaranan negativ antifeminizm təbliğatının qadın hüquqlarının qarşısını almağa, yəni qadın hüquqlarının qarşısını almağa yönəlik anti-təbliğatın qarşısını almağa yönəlik bir platformadır və bir səhifədir. Və mən istəyərdim ki, o mövzuda sizə maraqlı bir video göstərim. Deməli, bu Gender Media Watch adlı bir səhifə yaradılıb. Bu səhifənin yaradılmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Deməli, burada maraqlı bir video mənim rastıma çıxdı. Onu gəlin dinləyək. Mənimsəyənlər var. Onlar insanlar arasında ayrı seçkiliyi təbliğ və təşviq edərkən ziyalı obrazında özlərini təqdim edirlər. Halbuki ziyalı olmaq, mütərəqqi fikirlər daşımaq, insanlar arasında fərq qoymamaq, o cümlədən cinsi ayrı seçkilik və nifrət etki ilə çıxış etməməkdir. 20-ci əsrin əvvəllərində Azərbaycan maarifçiləri bu sözün əsl mahiyyətini öz fəaliyyətləri ilə sübut edirdilər. 1911-ci ildə maarifçi və pedaqoq Xədicə Əlibəyovanın redaktorluğu, onun həyat yoldaşı Mustafa Əlibəyovun naşirliyi ilə Azərbaycanda ilk maarifçi qadın qəzeti İşıq nəşr olunmağa başladı. Bu qəzetin əhəmiyyəti onun təkcə ilk qadın qəzeti olması ilə məhdudlaşmırdı. İşıq Azərbaycanda qadın hüquqlarının, qadınların təhsil almasının davamlı olaraq müdafiə olunmasının, erkən nikah və məişət zorakılığı kimi problemlərin gündəmə gətirilməsi və onlara hər yollarının axtarılması üçün addımlar atmışdı. Bu təkcə qadın mübarizəsi deyildi, bu ziyalı hərəkatı idi. Qəzetin ilk nömrəsi çapdan çıxdıqdan sonra Məhəmməd Hadi, Yusif Vəzir Çəmənzəminli kimi dövrün görkəmli ziyalıları redaksiyaya təbrik məktubu göndərmişdilər. Bu, qadınların da cəmiyyətdə söz haqqına sahib olmasına və iştirakçılığının artırılmasına göstərilən dəstək idi və xalqın savadlanmasına xidmət edirdi. Kişilər də qadınlarla bərabər bu qəzetdə qadın hüquqlarını müdafiə edən yazılar yazır, ona dəstək verirdilər. Onlar qadınların cəmiyyətdə layiqli yer tutmasının ölkənin inkişafı üçün nə qədər vacib olduğunu çox yaxşı anlayırdılar. Təəssüf ki, bugün mediada və sosial mediada ziyalı adlandırılan bəzi şəxslər bu ideyaların tamamilə əksini təbliğ edirlər. Onların qadınlar haqqında fikirləri utanc vericidir. Qadın kişidən bir addım geridədir. Qadın işləməməlidir. Qadının yeri mətbəxdir. Qadının səs vermə hüququnun olması ilə bəşəriyyət uduzub kimi
mürtəci və zərərli fikirlər səsləndirirlər. Bu sözləri söyləyən şəxslər özlərini ziyalı adlandırsa da, onların maarifçiliklə, cəmiyyətə faydalı olmaqla heç bir əlaqəsi yoxdur. Bugün ziyalı adlandırılan və ya özlərini ziyalı adlandıran bu şəxslər 100 il əvvəl ziyalılarımızın təbliğ etdiyi dəyərlərə də qarşı çıxırlar. Onların ziyalı kimi təqdim edilməsi bu sözün mahiyyətini boşaldır və cəmiyyətə yanlış dəyərlər təqdim edir. Və sizcə bunlardan hansı həqiqətən ziyalıdır? Təxminən bir əsr əvvəl qadınların təhsil və hüquqları üçün mübarizə aparanlar, yoxsa bugün qadınları alçaldan və gender əsaslı ayrı seçkiliyi təbliğ edənlər? Bu mətbuatla bağlı bilirsiniz ki, qadınların mətbuatda rolu haqqında bir kitabdır. Bir tarixi, daha doğrusu ekskursiyadır. Bilirsiniz ki, 20-ci əsrin sonlarında qadınlarımızın, xüsusilə Qənirə Paşayevanın məşhur Nəzər Nöqtəsi proqramı siyasi arenada qadınların rolunu artıran bir trend idi. Bilirsiniz ki, bu verilişlər Sevil Nuriyevandır. Bilirsiniz ki, Nəzər Nöqtəsi verilişi bir səs-küy yaradan və maraqla qadınların siyasi hüquqlarını müdafiə edən bir platformaya çevrilmişdi. Aynes televiziyasında. Digər bir video mənim diqqətimi çəkdi. Qadın olmaq istəmir. Qadın deyir, mən niyə qadın olmalıyam ki? Biz bərabərik. Deyirəm, harda bərabərsiz? Elmdə, Palavra, palavra, palavra. ədəbiyyatda, Palavra, palavra, palavra. idmanda. Palavra, palavra, palavra. Göstərin mənə harda bərabər. Palavra, palavra, palavra. Palavra, palavra. Hepsi palavra. İnanmam sana. Qadın olmaq istəmir. Qadın deyir, mən niyə qadın? Dostlar, təşəkkür edirəm hər birinizə. Yayımımızı çox maraqla izləyən, səhifəmizi izləyən izləyicilərə hər birinizə təşəkkür edirəm. Biz bugün istədik ki, aktual mövzunu biz öz baxışlarımızla, öz səhifəmizdə bizim böyük mütəfəkkirimiz Əhməd Ağulunun qurduğu difai təşkilatının ənənələrini yaşadaq və bizim qadın qəhrəmanlarımızı da unutmamağımız lazımdır. Bilirsiniz ki, bizim Salatın Əsgərova və yaxud da Ərəşdə Baxışovanın qəhrəmanlığı dillərə dastandır. Ona görə biz bütün qəhrəmanlarımızın qarşısında baş əyirik. Dövlətimizi qurmuş qadınlarımızın da qarşısında baş əyirik, başda Tomris olmaqla. Bugün ölkəmizə rəhbərlik edən ölkəmizin vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya da və onun rəhbərlik etdiyi Heydər Əliyev Fonduna da təşəkkür edirik. Qadınların cəmiyyətdəki rolunun, humanizm, xeyriyyətçilik, şəhid ailələrinə diqqət və qayğısı, Azərbaycanın milli mənəvi dəyərlərinə, muğamımıza diqqət və qayğısı çox önəmlidir. Bəzi hallarda milli mənəvi dəyərləri qadına qarşı təcavüzdə daxil edirlər. Amma əslində milli mənəvi dəyərlər ailə institutunun, qadınların kişilərlə paralel şəkildə sosial bir varlıq kimi işləmək hüququ, əmək hüququ, seçki hüququ, siyasi hüququ, təhsil hüququ məsələləri çox önəmlidir. Çox təəssüflər olsun ki, Azərbaycanın cənub rayonlarında, şimal rayonlarında bizə gəlib çatan məlumata görə qadınların təhsil hüquqları əllərindən alınır, qadınlar zorla evləndirilir, erkən yaşlarda evləndirilir, qadınlar erkən yaşda qətlə yetirilir, məişət zəminində qətllər baş verir. Biz təəssüflə qeyd edirik ki, belə hallar çoxdur və belə halların mütləq qarşısı alınmalıdır. Və mən hər birinizə təşəkkür edirəm və hesab edirəm ki, bu aktual məsələləri toxunmaq lazımdır və hər birimiz bu məsələdə qadınlarımızın yanında olmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm. Atamız var olsun.